Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində tam girişdə, Masazır qəsəbəsinin birbaşa girişində 15 mərtəbəli binanın 3-cü mərtəbəsində əla təmirli bir mənzilimiz satışdadır. Giriş hissədə bir daha təkrar edirəm. Yəni heç bir ortalığa ya tıxaza getmədən tam Masazır qəsəbəsinin girişində elitini bir yerdə 15 mərtəbəli binanın 3-cü mərtəbəsində 3 otağa düzəlmə, yenicə təmirdən çıxmış 78 kvadrat metr yaşayış sahəsi olan bu mənzilimiz satışdadır. Bina haqqında məlumat verim. Dəyərli izləyicilərimiz, binanın altında böyük bir supermarket, yaxınlığında bütün yaşayış obyektləri mövcuddur. Binanın özündə isə daimi 24 saat mühafizə xidməti, su, işıq, qaz hamısı qaydasında lift fasiləsiz işləyir. Damafon sistemi ilə təchiz olunub. Bu mənzilin özəlliklərindən də biri odur ki, sanitar qovşaqları ayrı-ayrıdır və aksesuarlar da artıq yerləşdirilib. Moydadırı, şulkası, duşu, bir sözlə hamısı qaydasında. İsti döşəmə girişdə və qəşəng asma tavan görürsünüz, gözəl, şəxsi istifadə üçün təmir olunub. 3 otağa düzəlinib. Girişdə birinci otağımız baxın budur. Kombi də qoyulub. Artıq radiatorlar balkon sahəsində çəkib təqdim edəcəm. Və getdik dəhlizdən. Gözəl də bölgüdür. 3 otağa düzəlinib. Bu isə növbəti ikinci otağımız. Zövqa uyğun həm birinci otağı, həm ikinci otağı da qonaq otağı kimi istifadə edə bilərsiniz. Və belə bir uşaq otağı da burada. Nəfəslik də qoyulub qapının üstündə. Görürsünüz, qapılardır, laminat döşəmə, əla. Mətbəx də tam bura. Mətbəxdə də qəşəng təmir gedib, asma tavanı, su, işıq, qazı hamısı çəkilib. Öz zövqünüzə uyğun mebelləri yerləşdirirsiniz. Radiator, gözəl asma tavan, bir daha təkrar edirəm. Və keçirik balkon sahəsinə. Baxırsınız, geniş, bütün işləri görülüb. Qaz sayğacı, elektrik tənzimləyicisi və dəmir töküm, Türkiyənin məşhur brend firması olan dəmir töküm firmasının məhsuludur. Kombi, yəni bilənlər bilir ki, necə də keyfiyyətli bir kombidir. Yəni normalda vəsaitdir. Qiymətə gəldikdə, hörmətli izləyicilərimiz, 105.000 manatla satışa çıxıb. Real alıcılara endirim olunacaq. 15-in 3-ü 78 kvadrat metr və 3 otağa düzəlmə. Sənədləşmə işləri hələ ki müqavilə əsasında gedəcək. Yəni, kupça gözlənilir. Əlavə suallarınız olarsa, buyurun müraciət edin. Sağ olun, sağlıqla qalın.